Soruşun da belə, o Qabil var ya, Qabil. Deyirəm, Qabil Yahudilər haqqında danışdı. Yahudilərin elədiyi cındırlığı dünyada heç kim eləməyib. Qabil oturub Almaniyada. Deyirəm, ay Qabil, çıx Yahudiləri belə pislədə, niyə Yahudilərin götünə girirsən? Qabil Məmmədov var ya. Deyirəm, belə Yahudilərin elədiklərin belə, dünyada belə heç bir uşaq qatilləridir Yahudilər. Çıx danış da Qabil. Yahudilərin köləsi ilə başını qatır. İlham Əliyev Yahudilərin köləsidir. İlham Əliyev Yahudilərin çurbanıdır. Bu, bəzi blogerlərə baxmayın, ha. Bir 90% belə trusinə sıçanlardır. Onlara çox nə etibar eləməyin. Möhkəmdir, 10%. Qalanları belə trusinə sıçanlardır. Qabil də elədir ki, Qabilin harasa bırnı girmirsə başını soxur. Başı girmirsə bırnını soxur. Qabil elə... Ay, Yahudilər belədir. Qabil tərifləmirdi Yahudiləri. Yahudilər belədir. Yahudiləri tərifləmək nədir? Yəni, erməni ilə Yahudini yanbayan qoysan, erməni Yahudidir, yanbayan qoysan, deyərsən ki, bu Yahudilər ermənilərdən də pisdir. Yahudilərin dünyada elədiklərinə bir dənə baxın. Baxın da bir dənə Yahudilərin dünyada elədiklərinə baxın. Bunların yaşayış tərzi, bütün Yahudilərin gəliri bir nədəndir? Faiz. Bunlar faizlə dolanırlar. Rusya buna prosent deyirlər. İstəyir Varovskoyda, istəyir dində faiz verən elə bir mamasını verir. Faizlə, faizə pul verənlər elə bir mamasını verir şeyə. Atır cəmiyyətin içinə. Narkotik satan necə dörsə, faiz vermək ondan pisdir. Mənə niyə ilişdirə bilmirdilər? Nəyə görə indiyə qədər məndən bacara bilmirlər? Çünki mən bunları bütün qəhbəliklərini görürdüm. Görüşdünüz? Ayıq olmaq lazımdır. Ayıq olmaq lazımdır. Azərbaycanda kim közünə oğru dedi, avara dedi, bil ki qəhbədir o. Azərbaycanda nə oğru, nə avara? Başa düşdünüz? Türmələrdə özünə oğru deyənlər, onların şəraitinə baxın. Başa düşdün? Çöldən gedir söhbət. Türmədə ki, kim ki özünə oğru deyir, baxın, indi türmədə barmaq sayı qədər mən tanıdığım oğru var. Halbuki onu cəmiyyət tanımır. Konkret oğrudur da o insan. Özünə oğru deyənlər də onun üçün şərait yaratmırlar. Bilirlər ki, belə, gərək yox da bu konkret bu ayaq götürsə, dağı da gedər. Amma mən onu konkret elə oğru kimi tanıyıram, elə Azərbaycandadır. Amma o ki, gördünüz ha, bunlar üçün bütün şərait yaradılıb. Bütün şərait yaradılıb, zonlarda, nə bilim, şeylərdə rahat gəzirlər, biz avarayıq, biz nağarayıq, biz palajenikçiyik, biz heləyik. Mümkündür də. Bunlar kompromisə girir. Nə oldu deyib, mənə polislər qayıdı bilər ki, sən kimi adamlar Azərbaycanda olmadı. Mən qovurlar Azərbaycanda, onlar kef edirlər Azərbaycanda. Belə şey olur, hə? Necə olur, bu? Mən DTX çağırır, banditizm çağırır, deyirsən, sən kimi adamlar Azərbaycanda qalmamalıdır. Ya qol çəkməlisən əməkdaşlığa, ya da ki, vızqırtmalısın Azərbaycanda. Necə olur, bu? Necə olur bu? Çünki qəhbəli eləyirlər. Çünki işverənli eləyirlər. Başa düşdünüz? Ayıq olmaq lazımdır. Həqiqi bu elitanı qoruyanlar çox azdır. Çox azdır ya, nə ki az. Çox azdır. Dində də belədir, İslamda da belədir. Təmiz olanlar, düz olanlar çox azdılar. Quran da hətta deyir ki, haqq əhli çox az olar. Hər tərəfli belədir ya. Ona görə Allah iraq eləsin. Düşərsiniz türməyə. Kürdahanısı olsun. Şuvalanı olsun. Nə bilim, Gəncə türməsi olsun. Düşərsiniz. Sakit. Nə filan palajenistdir. Filan bratfadır. Filan jiratfadır. Danışmayın da. Sən sletiv altındasan. Sən sletiv altındasan. Bunu səndən soruşmaq olmaz. O düşdün. Mən olduğum korpusda, mən olduğum hansısa bir şeydə, başa düşdün, şey olanda, mən qətiyyən kimsə hətta mənim yanımda soruşardı ki, ay qaqay, sənin statyan nədir, sən nə inibsən, nə inəməyibsən, dedim, bilet, saxla, saxla, bilet, bu sletviyada da, bu, nə inəməksən? Bunu polislər davet edir, bilet, bunun işi gedir. Bunun işi gedir. Bir-iki dənə nüanslar var ki, bir-iki dənə nüans. O da necə soruşmuyorlar?
Ona da necə soruşmuyor olar? Zorlama ilə gəlib. Biri zorlama ilə gəlib. Zorlama ilə gəlibsə bu ayrı məsələ. Biri tutaq ki, o bəzi nüanslar var ki, indi mən onu bilirəm də incəlikləri. Onu da onun özündən yox, çöldən, cəmiyyətdən, yaxşılardan, onu da özün probivatça eləməlisən. Bu ayrı şeydir. Amma bir də var ki, bir nəfər gəlib razboyla, başa düşdün, bu belə krupnu summa ilə. Görərsən avtomatik özünə bratva, jüratva deyənlər yığılırlar onun ətrafına. Qaqaş, sən bizlərdənsən, sən beləsən, söz alırlar ondan. Necə elədin, nə cür elədin, necə bunu şey elədin? Bunlar işverəndirlər. Birbaşa müstəntiqin işverənləridir. Alan biri var idi içəridə. Özündən şey deyirdi. Təbii ki, bunları yola vermək olar, bu Pablodur. Görəsən ki, bu şeydir, oğrular olub, lotular olub. Bilib ki, o işverəndir. Özdə elə işverəndir ki, yəni bu bütün zonu qoyar böyür üstündə. Oğru onu bağlayır ayağına, qoymur, ziyan versin. Onu da başı işləyən oğrular edir, hər adam bunu eləyə bilmir. Bağlayır ayağına o işverəni. Kulturunu pişimlə imkan vermir. O pişiyə ziyan versin. Başın qatır onun. Bunun içində güclü dərrəkə lazımdır. Çox güclü dərrəkə lazımdır. O hətta oğruya da ziyan vura bilər. İndi gələ necə başın işləsin ki, sənin onun ki, sən bunu şey eləyə biləsən. Yəni deməyim nədir? Və основной bu şeylərdə, bu proseslərdə diqqət eləyərsən, deyər ki, bu nə bilim, mən şeyəm. Görürsən ki, mən ailəliyəm. Sonra görürsən ki, görüşə gedir bu. Görüşə gedir, tez-tez də gedir. Özün nə bilim, palajen istəyir, özün nə bilim, smatriyaş edir, nə deyir. Görüşdədir, tez-tez gedir, görüşə gəlir. Mən də fikir verirəm buna. Görüşə gedir, gəlir. Kimlə gedib, indi görürəm bir dənə yaxınlar deyir, kimlə gedibsən görüşə? Ailəmlə deyir. İndi sən bir dənə fikirləşin də, bir dənə diqqət edin. Bir nəfər gedir, ailəsi ilə görüşür. Bir nəfər gedir, ailəsi ilə görüşür. Ailəsi onun üçün nə gətirir? Dustaq olanlar bilir də, dustaqçılıqda olanlar bilir ki, bir nəfər ailəsi ilə görüşsə, onun üçün pişirilmiş yemək gətirir. Nə bilim, pişirilmiş pirəşki gətirir. Nə bilim, axır da indi pişirilmiş bir şey gətirir. Yəni bir qadın əgər səndən görüşürsə, o sənin üçün nə gətirəcək? Evdə nə bilim, sənin üçün dolma pişirər, nə bilim, evdə sənin üçün kotlet pişirər. Evdə indi bunu dəyişdiriblər, İndi bunu polislər ayılıb bu məsələdə. O görürsən, buna kalbasa gəlib, sigaret gəlib, belə şeylər gəlib. Bunun arvadı zadı yoxdur, o polislərlə görüşüb. O rəislə görüşüb. Bu nədir? Buna kalbasa gəlir, sigaret gəlir, sən arvadınla görüşübsən, ananla tutaq görüşsən. Başa düşdün? Dolmanı indi qoymasalar da, indi kəsirlər də, başa düşdün? Kəsirlər, püskünə qoyurlar, axır verirlər. Axırda yemək pişirib bir şey gətirər də, kotlet olsun, bir şey olsun. Deyəm, bunun ailəsi yoxdur, heç bunun yanına heç ailəsi gəlməyib. Heç görüşdə olmayıb. Bu problem rəislə görüşüb. Oturur orada, hər gün ona daklad verir. Oturur ona hər gün daklad verir. Başa düşdünüz? İndi polislər indi şey eləyiblər, indi ayılıblar. Mən olan vaxtı idi, 2013-də danışıram. İndi konkret pirəşki də gətirirlər onlar üçün. İndi onlar üçün dolmada yatırırlar. İndi onlar üçün elə şeylər gətirirlər ki, şübhələnməsinlər. Bu əvvəllər özlərini tez politet edirdilər. İndi o struktura dəyişilir bu şey. İndi elə bunlar işverən olublar ki, bələt, baxırsan deyirsən ki, belə, yəni cəmiyyət ona baxsa deyər ki, bu oğrudur. İşverəndir ya, daklad eləyəndir promoyu. Promoyu daklad eləyəndir. Ona görə ay millət, suraka düşdünüz, hansı bir tema ilə eləyibsizsə, hansı bir dənə indi hərəkət eləyibsizsə, düşdünüz içəri, bir kəlmə, şərliyiblər. Qutardı etdi.
Onlar variant eləyə bilərlər. Ha, nə şərliyiblər, belə dedilər, sənin haqqında belə dedilər falan deyir, şərliyiblər. Uzağı sənin qarşı bespridelli eləyəcəklər. Uzağı sənin bespridelli eləyəcəklər. O da o pismasını onlar elədilər və yaxud polis elədilər. Bunlar ikisi də eyni adam, eyni tayfadır. Ona görə də indi mən o qədər başım bunlara qarışıb, bunlarla səhərdən axşam kimi vayvat eləyirəm də, səhərdən axşam kimi bunlardan qırğındayam. Bu məsələləri sizlə çox danışa bilmirəm. Bu məsələləri sizlə çox danışa bilmirəm. Amma bunu gərək cəmiyyətə deyəsən. Cəmiyyət başa düşsün. Azərbaycanda bir nəfər özünə, tutaq ki, nə avara deyir, oğru deyir, fərq eləmir də. Bir cinayət aləminin bir konkreti bir üzvüdürsə, ona Azərbaycanda imkan vermirlər qalmağa. Gördün ya qalırsa, şübhələnin o adamdan. Birbaşa şübhələnin. Bəli, bəzən polislər olur ki, bilə-bilə, bəzi yaxşılar olub ki, mən görmüşəm bunu. Bəzi yaxşı qardaşlar olub ki, polislər bilə-bilə onu saxlayıblar Azərbaycanda. Şübhələnəsən. Onu da bilmək olur da. Onu yəni mən kimi insan başa düşür. Bəzi polislər var ki, bəzi dustaqlar var ki, qatı cinayətkardırlar da, qatı. Cinayətlə nəfəs alır bu. Polislər onu bilə-bilə saxlayırlar ki, cəmiyyət ondan şübhələnsin. Belə də olur. Amma bu hamıya şamildir ha. Hamıya şamildir. Biz bəzi o xüsusi insanlar var ki, biz onları tanıyırıq. Biz onları tanıyırıq və bilirik bu şeydir. Amma yenə də dediyim kimi. Bu məsələlərə çox ehtiyatlı olun. Ehtiyac yoxdur sən kimə sözü reklam edəsən, sən kimsən, nəçisən. Buna ehtiyac yoxdur sən kimə sözü reklam edəsən. Sən özünü nə cürünə tanıyırsansa, nə cürünə yaşayırsansa, sən olsan. Ona düşdün. Ehtiyac yoxdur sən kiməsə reklam edəsən. Nə bilim, Şakronun dalına gir, Ded Qasanın dalına gir, falan şeyin dalına. Mən beləyəm, mən heləyəm. Ehtiyac yoxdur. Sən nəsənsə olsan. Qutardı getdi. Sən nə cürünə yaşayırsansa, olsan. Şakro kimdə? Şakro mən. Şakronu heç mən pristavit eləmirəm ki, Şakro mən pristavit edir. Şakro kimdir? Feyzbənin qabağında tir-tir əsən adamdır Şakro. Feyzbənin qabağında adın danan adamdır. Şakro kimdir? Bütün dünya ilə üzbəyiz gəlmiş ya ki, dünyada elə bir dənə qurum yoxdur bilət bizi axtarışa verməsin. Bu Yahudilər bilət, bu Şəngülüm Yahudilər bilət. Hara getdi prokuratura, hara getdi Azərbaycana gedirlər, prokuratura bizdən şikayət. Rusiyaya gedirlər, prokuratura bizə şikayət. Türkiyəyə gedirlər, prokuratura bizə şikayət. Dubaya gedirlər, spesial edirlər bunu ya, bilə-bilə edirlər, abijniklər çünki. Dubaya gedirlər, oradan prokuratura bizə şikayət. Belə dünyanın harasına gedirlər, birinci bizdən şikayət edirlər. Bu adam bizə belə eləyə bilər, bu adam bizə belə eləyə bilər, bu bizi belə elədi, bu bizə elə elədi. 5 dənə şeyin üstünə, tutaq ki, mən indi 5 dənə şey eləmişəmsə, 5 dənə şey eləmişəmsə bu Yahudilərə qarşı, üstünə bir 10 dənə də qoyurlar. 10 dənə də qoyurlar, vəsə. Bu DTX-dır. Nə bilim, Türkiyədəki MİT-dir. Ölürlər axı bunlar Yahudilərin dalına sabunsuz girməyə. İstihbaratdır. Və s. Yahudilərin dalına sabunsuz girməyə bunlar ölürlər. Yahudilərin dalına sabunsuz girməyə ölürlər konkret. Rusiyada bəli, Rusiyada baxma, Rusiyada bəziləri var ki, belə Yahudilərə nifrət eləyir. Amma bəziləri də var ki, dövlət adamları da onlar da Yahudilərin dalına girirlər. Rusiyada da var, amma Rusiyada elə elantilər var ki, bəli, onlar Yahudilərə nifrət edirlər. Ukrayna demirəm, Ukrayna kölə eləyiblər. Ukrayna qul eləyiblər. Almaniyanı demirəm, bələt. Almaniyada Hitlerin adını çəksən, srokdur. Almaniyada bir dənə Hitlerin adını çək, türmə ya da cərmə. Almaniyanı vəbşə sındırıblar, Yahudilər. Amerikada da Trump'ı çurban ediblər. Yahudi lojası.